Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir ət çəkəni təmirə gətiriblər. Ət çəkən əti çiyniyir, yaxşı çəkmir. Ustada da olub, belə deyək. Mühərrik hissəsində yüngülvari səs var. Bunun ətə çəkməyinə adiyyəti yoxdur, yəni dəlaləti yoxdur. İndi qalan hissələrində sizə göstərəcəm. Bunun bıçağı köraşı bunu daşa verir. Bunu heç vaxt daşa vermək olmaz. Bu mikromla itlənməlidir, belə deyək. Baxsaz, bu hissələr fırlanıb. Deyirəm ki, bunun niyə şunuru belə qısadır, deyir belə olub ömrü boyu. İndi baxın, qalıb burada. Boy deyəndən 7 il işlədir, yəni bu vəziyyətdə olub. Kısa formada olub, yəni yığılıb qalıb içində. Bu hissələri sıxdıq, yağı əl vurmayacaq, yağ zavod öz yağıdır. Burada qurumalar vardı, bunları təmizləyəcək. Ağzını təmizləmişik, tökülüb bura. Bu özünküdür, fikir verin, burada çatlar var. Şestrina yerindədir, amma burada çatlar var. Həmən o çatlar, həmən bu ərkir. Bunları təmizləyək. Təmizlədik. Yağını da vurduq, şaybalarını qoyduq. Bu maşın birinci dəfə açıldığına görə fikir verin, bunu da qoyuram yerinə. Yəni heç bir şeyi itirmək olmaz. Hər bir şey öz yerində olmalıdır. İkinci dəfə açılan maşınlar görmüşəm, heç bu üstündə olmuyor. Belə baxanda önəmli bir şey deyil, amma yerində olsa daha yaxşı olur. Yeni bıçaq qoyacaq və böyük bir setka qoyacaq. Bu setkalarla da məsləhətdir ki, çəkməyəsiniz əti. Bununla həm dadı yerində qalır, həm güzə düşmür, həm yaxşı çəkir. Səsində dəyişikliyi var, yaxşıya doğru. Yeni setka, yeni bıçaq qoyuldu. Setka müştərinindir, bıçaq bizdəndir. Demək, bu setka ilə həm maşına güc düşmür, həm əti öz dadında çıxardır, həm də çiynəməyəcək. Bu qədər, çox sağ olun, izlədiyiniz üçün.